Ölkədə hava kəskin dəyişəcək rəsmi xəbərdarlıq. Videoya keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Sizin fikirləriniz bizim üçün çox önəmlidir. Fikirlərinizi mütləq şəkildə rəy bölməsində yazın. Öncədən hər birinizə təşəkkürlər. Sabahdan etibarən Azərbaycan ərazisində hava şəraitində ciddi dəyişikliklər gözlənilir. Aprelin 8-i gündüz saatlarından başlayaraq əvvəlcə şimal və qərb rayonlarında, daha sonra isə respublikanın digər bölgələrində 12-si günortaya qədər fasilələrlə yağıntılar müşahidə olunacaq. Bəzi yerlərdə şimşək çaxacağı da ehtimal olunur. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, bəzi bölgələrdə yağışların leysan xarakterli və intensiv olacağı, dolu yağma ehtimalının olduğu, yüksək dağlıq ərazilərdə isə yağıntıların qara keçəcəyi gözlənilir. Məlumata görə hava temperaturu aprelin 9-undan başlayaraq tədricən 5-10 dərəcə aşağı enəcək. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında isə qısa müddətli sel keçəcəyi ehtimal olunur.